Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala seyyidi halqi ecmaîn ellezî summiye fi's semâvâti Ahmed ve fil aradîne Muhammed. Esselamu aleyküm cemiyan ve rahmetullahi teala ve berekatuhu. Bugün ehtimal olunan ikinci Qədir gecəsidir. Bu günün münasibəti ilə də digər bir münasibət var. Həzrət Əli əleyhissalamın şəhadət gecəsidir. Bu gecə İmam Sadiq əleyhissalamdan soruşurlar ki, ya Əbu Abdillah, 21 və 23 gecəsi ehtimal olunan Qədir gecəsidir. Çünki bu gün və birisi gün ən ehtimal olunan Qədir gecələrdir. Ən çox nəs bu gecələr barədədir və İmam Sadiq əleyhissalam buyurur ki, ikisi də nədir? Böyük gecələrdir və İmamdan yenə təkid edirlər ki, bu gecə barəsində yəni belə deyək, konkret bir cavab versin. İmam buyurur, xeyr. İkisi də böyük gecədir və ikisində də nədir? Əhya saxlayın. Amma bəzi alimlərimizin və bəzi irfançılarımızın çox tövsiyələri var ki, o gecə məhz bu gecədir. Çünki bu gecə Allahın vəlisi və vəsilərin ən üstün olan Həzrət Əli əleyhissalam ən üstün yerdə doğuldu və ən üstün gündə doğuldu və ən üstün gecədə də şəhadətə çatacaq. Ən üstün məkanda. Ona görə də mənim belə deyək, söhbətim daha çox imamət barəsindədir. İmamətin Qədir gecəsindən olan əlaqəsi istəyirəm sizlərin xidmətinizə çatdırım. Bəhsin müqəddiməsində istəyirəm höccət sözünün mənasını əziz qardaşlarıma çatdırım. Höccət deyiləndə axla ilk gələn höccət sözünün əsl mənası, yəni yer üzü ilə səmanın rabitəsi və Allahın nümayəndəsi. O şəxs ki, həm Allahın nümayəndəsidir, həm yer üzü ilə səmanın arasında rabitəni saxlaya bilən şəxsdir. Ona deyilir Allahın höccəti. Bu məsələdə imamət məsələsində daha doğrusu ki, bəzi insanlar gəlirlər, deyirlər ki, məsələn, imamətə itaət vacib deyil və bəzi insanlar da deyirlər ki, bəli, imamətə itaət vacibdir, hansı imamət və hansı imam. Mən istəyirəm birinci dinimizin əsaslarını sizlərə xatırladım. Çünki Allah Quranda buyurur, fədəkkir innə fəatiz zikra. Zikr edin, yada salın ki, yada salmaqda xeyir var. Dinin əsasları 5-dir. Yəni, biz ona deyirik usulü din. Təvhid, ədl, nübüvvət, imamət və məad. Və var furuid din. Bunları deyirlər bölmələr. O feillər ki, Allah onları bizə vacib elədi gündəlik həyatımızda. Misal, onlardan biri, məsələn, orucdur. Onlardan biri namazdır, xumusdur, zəkatdır. Bunlar öz-özlüyündə vacibdir. Amma mən ilk öncə məsələyə keçməmdən öncə istəyirəm deyəm ki, usul-i dinlə furuid dinin arasındakı fərq nədir? Usul-i din o Allahın əmridir ki, yəni dinin əsli. O dinin əslində nədir? Güzəşt yoxdur. Amma furuid dində baxmayaraq ki, vacibdir. O əməllərdə, o əmrlərdə nədir? Güzəşt var. Misal, təvhiddə, təvhid nədir? Allahı tək bilmək, ona heç bir şərik qoşmamaq. Bir şəxs əgər Allaha şərik qoşsa, onun güzəşti yoxdur. Və bu məsələdə də təqlid eləmək olmaz. Amma furuid dində, misal, bir şəxs tutalım ki, namaz qılmalıdır, namaz vacibdir, oruc vacibdir. Namaz qılmadı, oruc da tutmadı. Bunun güzəşti varmı? Deyirik, bəli. Namaz qılmasa, qəzalarını əda edəcək. Oruc tutmasa, gərək kəfarəsini ödəyə. Növbəti başqa bir müqayisə, usul-i dində Allah bizdən tələb eləyir ki, biz düşünək, düşünməliyik.
Amma Freud dində nədir? Düşünməsək də olar. Təqlid eləsək daha elmli bir şəxsə heç bir işğal yoxdur. Ona görə də İmam Sadiq əleyhissalam buyurur ki, "Mən la yetefakkahu fid-din fala dine lehu." Kim dində təfəkkür sahibi olmasa, sağlam düşünməsə, onun dini yoxdur. Yəni özünə əziyyət verməsin. Qısaca mən dinimizin əsaslarını dedim, usulü din və Freud din. İndi məsələ burasındadır. Mən yavaş-yavaş bəhsə daxil olum. İmamətin bu usulü dindən olmasına və yaxud da Freud dindən olmasını istəyirəm sizinlə müzakirə edəyəm. Niyə? Çünki axırda bəhsin sonunda biz görəcəyik ki, Qədir gecəsindən bu məsələnin nə cür bir irtibatı var. Deməli, Peyğəmbərdən gözəl bir hədis var. Buyurur ki, "Ləvla hüccətu ləsaxatil ardu bi əhliha." Yeryüzü bir anlıq belə hüccətsiz qalsa, o özünü və əhlisini qərq eləyər. Yəni, yeryüzü bir anlıq belə hüccətsiz qala bilməz. Biz əgər desək ki, imamət usulü dindəndir, ona gərək baxaq görək hansı şərtlərdə nə cür usulü dindəndir, hansı imamlar usulü dindəndir, hansı imamlar dinin əsaslarıdır və onları necə təşxis edək. Əgər usulü dindən olsa, vacibdir ki, ona itaət eləyəsən. Yox, əgər fürui dindən olsa, hər bir imam, hər bir insan imam da ola bilər, hər bir insana da itaət etmək olar. Əgər imamət usulü dindən olmasa, onda gələk nübüvvət də usulü dindən olmasın. Niyə? Çünki nübüvvət dinin əsaslarındandır. Nübüvvət peyğəmbərlik dinin əsaslarından olduğu üçün Allahın 124 min peyğəmbəri gəldi, öz görevlərini yerinə yetirdilər və getdilər. Amma hər bir peyğəmbərin də nədir? Öz vəsisi oldu. Və biz də deyirik ki, bizim etiqadımıza əsasən imamət nübüvvəti tamamlayır. Misal, əgər bu yanaşmadan yanaşsaq ki, nübüvvət tamamlamır, yəni nübüvvət gəlir və hər şeyi tamamlayır. O zaman bugün peyğəmbər yoxdur. Günümüzdə peyğəmbər olmadığı üçün gələk peyğəmbərin hədisi səhihdir, peyğəmbərin dediyi olsun. Yeryüzü öz əhlisindən var, qərq olsun, yoxa çıxsın. Amma bu olmur. Niyə? Çünki bizim etiqadımız bunu deyir ki, imamət gəlir, nübüvvəti tamamlayır. Bu barədə mən istəyirəm bir neçə ayələrə işarə edeyim ki, ta yaxşı çatsın bizə fikir. Deməli, peyğəmbər 23 il rəsulluq eləyir, təbliğlər eləyir, müxtəlif şəkildə ona zülmlər olur və gəlir 23 il ərzində sonda Allah ondan çox önəmli bir işi görməsini istəyir. Hətta siz baxsanız Allahın peyğəmbərə qarşı olan ayələrinə Allah nə dərəcədə peyğəmbərdən danışır, nə minhəcdən, nə strukturdan peyğəmbərə münasibət göstərir, peyğəmbərdən danışır. Bu ayələr sonuncu ayələrdir. Quranın sonuncu ayələridir. Burada Allah peyğəmbərinə əmr eləyir. Çox sərt danışır ki, bu işi çatdırsın. Allah Maidə surəsinin 67-ci ayəsində buyurur: "Ya eyyuhər rasul, bəlliğ ma unzilə ileyk min rabbik." Ey peyğəmbər, sənə nazil olanı çatdır. "Və in lem tefal fema bəlləğtə risalətə." Əgər sən bu işi görməsən, 23 il ərzində bu qədər ki əziyyət çəkibsən, bu qədər ki işlər görübsən, onların hamısı nədir? Puçdur. Və peyğəmbərə zəmanət verir. Vallahu ya'simuka minən nas. Bu işi gör. Hətta bu iş o qədər çətin iş olsa belə, biz səni qoruyacağıq. Hər cür sui-qəsddən, hər cür fitnədən biz səni amanda saxlayacağıq. Deməli, məşhur qəziyyədir, hamı bilir, Qədirxumda, Ostidə peyğəmbər həcləri 90 min, bəzi rivayətlərdə 120 min həcini, sahabəni cəm eləyir və orada Allah peyğəmbərinə əmr eləyir ki, imaməti nədir? Çatdır. Əgər çatdırmasan, sənin 23 il ərzində
etdiyin şeylər nədir? Puç olar. Və Peyğəmbər də bu ayə nazil olanda məşhurdur, icmadır. Həzrət Əli əleyhissalamı miniklərin üzərinə mindikləri o şeydən bir dənə tağ, hündür bir belə deyək, qalxacaq bir yer düzəldirlər ki, orada çıxır və Həzrət Əli əleyhissalamın qolunu qaldırır və deyir ki, mən kimə nəyəmsə, Həzrət Əli də odur. Mən kimin mövlasıyamsa, Həzrət Əli də onun mövlasıdır. Allahım onunla düşman ol, onunla düşman ol. Onu özünə rəhbər bilənlə nədir? Vali yox. Ona dost ol. Bu məşhur qəziyyədir və bizə çatdırır ki, nədir? Allah istəyir ki, burada imaməti çatdırsın. Və bu ayənin sonunda bildirir ki, imamət çox mühüm bir məsələdir. Növbəti bir ayədə yenə bu ayənin ardıcından bu hadisə baş verir. Peyğəmbər gəlir imaməti insanlara çatdırır. Yəni deyir ki, məndən sonra nədir? İmamət var. Məndən sonra canişin var. Məndən sonra nədir? Yolunuzu azmayın və məndən sonra əgər bilmək istəyirsinizsə də yolunuzu azıbsınız ya azmayıbsınız, baxın, görün, məndən sonra mən kimlərə sizi yönəldirəm, ona münasibətiniz nə dərəcədədir? Sonra bu hadisə baş verəndən sonra Allah Maidə surəsinin 3-cü ayəsində buyurur: "Əl-yevmə əkməltu lekum dinakum." Tamam. Və bəzi alimlərimizin ləyinə sözü bu sonuncu ayədir. Bu gün sizin nədir? Dininiz kamilləşdi. Kamilləşdirdim sizin dininizi. "Ətməmtu aleykum ni'məti." Nemətimi də sizin üçün nədir? Tamamladım. "Və raditu lekum İslamə dinən." Və sizin üçün ən mükəmməl olan dini, yəni İslamı bəyəndim. Yəni siz təsəvvür edin, imamət o qədər mühüm bir məsələdir ki, yəni bu imamət tərif olunmamışdı deyə Allah imaməti tərifləyir. İnsanlar 90 min nəfər sahabə imamətin nə olduğunu bilir. Biləndən sonra artıq Allah deyir, tamam. Din bitdi, din kamilləşdi, din oldu İslam. Və nə məşhur rəvayətlərdə var ki, bunu sizlər də bilirsiniz, həmin günü beyyət oldu. 3 gün beyyət davam elədi. Səhabələr Həzrət Əli əleyhissalama beyyət elədilər. Bütün o məşhur sahabələr, hətta onun haqqını yeyən sahabələr belə ona nədir? Beyyət elədilər və hətta bəzilər çox məşhur sözləri var. Deyir, bəh-bəh, Həzrət Əli əleyhissalamın yanına gəlir, deyir, bəxin, bəxin, Ibn Əbi Talib. Bəh-bəh olsun sənə, Ibn Əbi Talib. Mənim mövlam oldun və bütün möminlərin mövlası oldun. Özdə bu adam, bu sözü elə məşhur adam deyir ki, sonradan gəlir özü xəlifə olur. Salavat xətm eləyək. Və bu barədə istəyirəm 3-cü bir dənə ayədə toxunam. Çox mühüm bir ayədir ki, imamətin nə həddə mühüm olduğunu sizə çatdıra bilim. Ali İmran surəsinin 144-cü ayəsində Allah subhanahu və teala buyurur ki: "Və mə Muhammedun illa rasul, qad xalet min qablihi rasul, əfə in mata aw qutil inqalabtum ala aqabihim." Deməli bu ayədə Allah deyir ki, sonuncu peyğəmbər Muhammeddə Allahumma salli ala Muhammed və ali Muhammed. O da bir peyğəmbər idi, ondan əvvəl də peyğəmbərlər gəldi. Əgər o ölsə və ya öldürülsə, siz geri cahiliyyətliyinizə mi qayıdacaqsınız? Yəni mürtəd mi olasınız? Çünki icmadır, dinimizdə də hökm belədir ki, əgər bir şəxs müsəlman ola və müsəlmanlıqdan sonra müsəlman dinini tərk eləyə, başqa bir dinə keçə, o şəxs mürtəddir, dindən çıxmış sayılır. İndi belə bir hadisə baş verdi mi? Baş verdi şübhəsiz. Niyə? Çünki Allah bunu öz Quranında qeyd eləyir. Bu hadisə olmasaydı Allah deməzdi. İndi sual yaranır ki, məsələn, bunlar peyğəmbərdən sonra nə baş verdi ki, məsələn, mürtəd oldular? Namaz qılmırdılar mı? Qılırdılar. Oruç tutmurdular mı? Oruç da tuturdular. Səndən məndən yaxşı da tuturdular orucu. Bunları mürtəd eləyən peyğəmbərin təqdim elədiyi imaməti qəbul eləməmək oldu.
Bunlar Peyğəmbərdən sonra imamətin xəttini tutmadılar. Bunlar Peyğəmbərdən sonra azdılar. Və məşhur da hadisədir. Peyğəmbər şəhadətə çatdıqdan sonra Həzrəti Əli əleyhissalamdır, elə həmin şəxsdir. Onun qüsulunu verən, onu kəfənləyən və onun namazını qılan elə Həzrəti Əli əleyhissalam idi. Nə təəccüblü bir haldır ki, Peyğəmbərin cismi hələ torpağa verilməyib, bəzi məşhur sahabələr orada yox idilər. Niyə? Çünki onlar xəlifə seçmək uğrunda səqifədə yığılmışdılar. Və Həzrəti Əli əleyhissalama ki, Peyğəmbər vəsiyyət eləmişdi. Peyğəmbər vəsiyyət eləmişdi ki, məndən sonra ya Əli bu Quranı cəm elə və ona elə bir təfsir yaz ki, hətta ən aşağı təbəqə belə onu başa düşə bilsin. Peyğəmbər şəhadətə çatdıqdan sonra və Peyğəmbərin artıq o zəruri işlər görüləndən sonra, torpağa verildikdən sonra Həzrəti Əli əleyhissalam dərhal başlayır vəsiyyəti yerinə getirməyə. Ayələri cəm eləyir və ona çox sadə bir təfsir yazır ki, hər kəs bunu başa düşə bilsin. Və məşhur rivayətə əsasən bəzilərində 3-4 gün, bəzilərində 1 həftə Həzrəti Əli əleyhissalam evindən çıxır ki, bu kitabı və təfsirini insanlara təqdim eləsin. Görür ki, səqifədə insanlar yığılıb və Həzrəti Əli əleyhissalama deyirlər ki, ya İbn Əbi Talib, sən neçə vaxt idi, harda idin? Xəlifə seçmişik, biz dövlət işləri görmüşük. Sən niyə yox idin? Həzrəti Əli əleyhissalam buyurur, deyir, mən vəsiyyət verilmişdim. Mən vəsiyyəti yerinə yetirirdim. Təfsir yazırdım, Quran cəm eləyirdim. Və Həzrəti Əli əleyhissalam bu kitabı və təfsirini təqdim eləyəndə o cəmiyyətə, onlar Həzrəti Əli əleyhissalama dedilər ki, biz bu kitabı istəmirik. Dedilər, necə? Dedi ki, hasbuna kitabullah. İçlərindən bir şəxs, min əhl-i dəlal, zəlalət əhlindən bir şəxs çıxdı, dedi ki, biz bu kitabı istəmirik. Kifayətdir Allahın kitabı bizə. Bugün də siz baxarsanız ki, bütün minbərlərdə çıxış eləyənlər, şeyxlərin əksəriyyəti deyir ki, kim desə ki, bir şeyx kimi, bir müsəlman kimi mənə, çünki o zaman Quranilər yox idi. Amma bugün Quranilər var. Quranilər bir əqidədir ki, onlar deyirlər ki, biz yalnız Quran nə deyir, onu edirik. Peyğəmbərin hədislərini heç birini qəbul eləmirik, hədislər yalandır. Biz yalnız Quran dediyini əməl edirik. O zaman yox idi elə şəxslər. Amma bugün var. İndi bu şəxslər ki, məsələn, o şəxsi dedi ki, bizə Allahın kitabı yetər, bizə təfsir zat lazımdır, apar bunu. Həmin şəxsi sevənlərin, şeyxləri, tərəfdarları bugün minbərlərdə çığıra deyirlər ki, kim desə ki, Allahın kitabı bizə yetər, hasbuna kitabullah, həmin şəxs zındıqdır, ən pis məxluqdur, azğındır və s. İndi imamətin üstündə ki, bu qədər olaylar olub, o qədər hadisələr olub. İndi sual yaranır insanda ki, Allah Quranda buyurur ki, inni cailu fil ardi xalifə. Yer üzündə xəlifəni mən seçərəm. Və digər bir ayədə buyurur ki, sizin xəlifə seçmək deyə bir seçiminiz yoxdur. Allahın ayəsidir, açın, Quran kitabını oxuyun, görəsiniz. Allah buyurur ki, sizin xəlifə seçməyə haqqınız yoxdur. Xəlifəyi mən seçərəm. Açıq aydın. İndi sual yaranır, əziz qardaşlarım. Peyğəmbərdən sonra mən kimin yolunu getməliyəm? Allahın seçdiyi xəlifənin, yoxsa hansısa da naqis insanlar tərəfindən cəm olunmuş bir şura tərəfindən seçilmiş bir xəlifənin? Ona görə də mən istəyirəm imamətin bu çıxışımdan sonra bura qədər deyim ki, sual yaranır insanda. Başda dedik, imamət usulü dindir, dinin əslim olmalıdır, yoxsa furu din, bölməm olmalıdır. Şübhəsiz ki, nədir? Usulü din olmalıdır. Niyə? Yenə dəlillər gətirim sizə. Bəzi insanlar sosial şəbəkələrdə, istəyir şərh bölmələrində, istəyir öz çıxışlarında deyirlər ki, ay bəsdir daha nə qədər Peyğəmbərdən danışdınız. Tilkə ümmətun, ayə var bir dənə, onu zikr edeyim. Tilkə ümmətun qad xələt ləhə ma kəsəbət və ləkum ma kəsəbtum. O ümmət gözəl bir xeyirli bir ümmət idi, gəldilər özləri üçün günahladılar özlərinə
gözəl də işlər gördülər, getdilər. Siz öz gününüzə külaqlayın bu gün. Ay Həzrət Əli belə, xanım Zəhra belə, peyğəmbər belə. İndi bizdə belə bir sual cavabdan vermir axı. O bizə o sualı verəndə sən də o sualına belə cavab ver. Deyən tamam. Nübüvvət bağlıdır. 124 min peyğəmbər gəldilər, getdilər. Bəs imamət? Bəs 12 imam sağdır axı biri. Sonuncu sağdır. Sən də qəbul eləyirsən, mən də qəbul eləyirəm. Onun Mehdi olduğunu öz mutavatir hədislərdədir. Mutavatir nə deməkdir? Yəni o hədis ki, onun sənədini, onun səhihliyini inkar eləyə bilməsin. Mutavatir bu hədisdir. Mutavatir hədisləri çox azdır. Əlbəttə ki, icma ilə. Hər bir məzhəbin qəbul elədiyi hədislər mutavatir həddində olsun, çox azdır. Deməli, mən istəyirəm 3 dənə mutavatir hədis seçmişəm, onları sizin xidmətinizə çatdırım ki, imamət məsələsi lap aydın olsun. Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və sələm buyurur: Mən matə və ləm ya'rif imamə zəmanihi matə mitətən cahiliyyə. Birinci hədisimiz budur. Deyir ki, kim bir zamanda yaşayan, hal-hazırda biz yaşadığımız zaman və bu zamanda öz imamını, haqq imamını tanımasa və elə də ölsə, cahiliyyət dönəmində ölmüş kim olar? Bu icmadır, mutavatir hədisdir, onun nə məzhəbi yoxdur, nə başqası. Hamı bunu qəbul edir. İndi sual yaranır, Peyğəmbərdən sonra insanların imamı kim idi? Şuranın seçdiyi imam idi, yoxsa Allahın seçdiyi imam? Bəs bu gün imam kimdir? Sual eləyirsinizmi? Qarşı tərəfdir. Bu bir mutavatir hədisdir ki, imamətin nə qədər zəruri olduğuna dəlalət edir. Sonra Əhl-i Beyt əleyhissalam fəzilətini ortaya çıxardan bir dənə mutavatir hədisi oxuyuram sizin xidmətinizə. Həzrət Peyğəmbərimiz buyurur ki, Məsəlu Əhl-i Beyti kəməthəli səfinətin Nuh, mən rakibəhə nəca və mən təxəlləfə anhə qariqə. Mənimdir Əhl-i Beytimin məsəli, Nuhun gəmisinin məsəlidir. Kim o gəmiyə sərnişin olarsa, nicat tapar. Kim o gəmiyə üz çevirərsə, boğular. İndi bu fəzilətlər ki, Peyğəmbərimiz bizə çatdırır, bu fəzilətlər ki, Allah öz Quranında bizlərə çatdırır, başqa insanlar haqqında gəlibmi? Varmı elə bir qrup, elə bir şəxslər ki, məsələn biz deyək ki, onların fəziləti Əhl-i Beytin fəzilətindən üstündür? Yoxdur. Bəs onda mən nəyə görə Peyğəmbərdən sonra fəziləti olmayan şəxslərin arxasınca düşməliyəm? Fəzilət, höccət yer üzündən, göy üzünün arasındakı rabitəni saxlayan şəxslərdən gedir söhbət. Mən niyə bunları başqa qapıya getməliyəm? Və sonuncu hədis, üçüncü hədis. Bu hədis də ən mutavatir hədisdir. Kim onu hər kəs qəbul edir, şükür Allaha. Peyğəmbərimiz buyurur: İnni tarikum fikumuz thaqalayn, kitaballah və itrati. Mən sizin aranızda 2 dənə ağır əmanət qoyuram. Allahın kitabı, yəni Quran və itrəti Əhl-i Beyt. Sonra da deyir ki, Peyğəmbərimiz hədisin davamında: Və mə ən təməssəktum bihima lən tədillu bə'di əbədə. Əgər bu 2 şeydən, Qurandan və Əhl-i Beytdən layiqincə yapışsanız, məndən sonra heç bir vaxt azmayasınız. Yəni bir şəxs əgər istəyirsə də Peyğəmbərdən sonra istəyir minlərlə il keçsin. Ha bu il, ha məsələn 1000 ildən bundan sonra. Əgər bilmək istəyirsə də azmayıb və yaxud da azıbdır, o baxmalıdır münasibətə, 2 dənə ağır əmanətə qarşı olan münasibətə. Hal-hazırda bu gün mən Qurana qarşı və Əhl-i Beytə qarşı münasibətim necədir? Hədisi davamında buyurur ki, və ennəhuma lən yəftəriqə həttə yəridə aleyyəl hovz. O 2 şey, deməli, bir-birindən ayrılmayacaq. Hətta hovuzda mənə qovuşana qədər. Bunda xatırladım ki, Peyğəmbər bu hədisi deyəndə barmaqlarını belə tutdu, əlini. Belə tutmadı, belə tutdu. Çünki bu barmaq digər barmağını qarşıya çıxa bilməz. Yəni nə demək istəyir ki, bu 2 şey bir-birini nə təxirə sala bilməz, nə qabağa düşə bilməz. İkisi də eyni şeydir.
Mən müqayisədə Qurandan bir neçə dənə ayə toplamışam. İndi qardaşlar daha çox toplaya bilər. Quran elə bu iki şey barəsində danışır. Niyə? Çünki İmam Sadiq əleyhissalam buyurur ki, la yefhamul Qur'ana illa men xutiba bihi. Quranı yalnız o şəxslər başa düşə bilər ki, Quran o şəxslər haqqında danışsın. Əlbəttə ki, fəzilətlərini. Quranda başdan ayağa kimin haqqında danışır? Ən çox ayə kimin haqqındadır? 300-dən çox ayə Həzrət Əli haqqındadır. Ən çox fəzilətli ayələr, ən güclü ayələr kimin haqqındadır? Əhl-i-Beyt əleyhissalamın haqqındadır. Bu nə müqayisədir? Peyğəmbər deyir, biri digərini nədir? Keçməyəcək qabağa, nə də geridə qalmayacaq. Misal, Quran xətasızdır. Əgər Quran xətasızdırsa, onda gərək Əhl-i-Beyt də xətasız olsun. Dəlil nədir? Allah Fussilet surəsinin 42-ci ayəsində Quran barəsində deyir. La ya'tihil batilə min beyni yedeyhi və la min xalfihi. Bu kitabda olan öndən gələn ayələrdir. Sonradan gələcək ayələrdə heç bir batil deyil. Yəni nə? Hamısı doğrudur. Hamısı düzdür. Düzgün yola yönəldir. Yəni Allah möhrü qoyur. Deyir ki, bu kitab nədir? Xətasızdır. Hidayət eləyəndir. Amma gəlin baxayın görən imamət barəsində bəs Allah nə deyir? Əgər Quran xətasızdırsa da imamət də gələk xətasız olsun. Əhl-i-Beyt haqqında nə deyir Allah? Əhzab surəsinin 33-cü ayəsində xəta məsələsində ki, Quran xətasızdır, Əhl-i-Beyt də xətasızdır. Allah Əhl-i-Beyt əleyhissalam haqqında deyir: İnnəmə yuridullahu liyudhiba ankumur rijsə əhləl beyti və yutahhirakum tathira. Allah buyurur ki, ey Əhl-i-Beyt, Allah istəyir sizləri pak sizə qərar versin. Bütün xətadan, bütün unutqanlıqdan pak və münezzeh qərar versin. Allahın ayəsidir. Bu ilk müqayisə idi. İkinci müqayisə, ən ələm kitab hansıdır? Ən uca, ən doğru yola yönəldən kitab hansıdır? Şübhəsiz ki, Quran. Bəs buna dəlil nədir? Allah Nəhl surəsinin 89-cu ayəsində buyurur: "Və nəzzəlnə aleykəl kitəbə tibyanən likulli şey." Şübhəsiz ki, bu kitabı biz sənə endirdik və bu kitabda hər şeyin açıqlaması var. Tibyanu likulli şey. Hər şeyin bəyanı var. Yəni sən baxırsan ki, Quran nazil bir kitabdır, amma içində Allah Subhanahu va Taala buyurur, hər şeyin bəyanatı var. İndi biz nə dedik? Peyğəmbər buyurdu, iki ağır əmanət. Biri digərini qabağa çıxmır. Bəs imamət haqqında varmı belə bir ayə ki, desin ki, məsələn, Qurana nətər deyir? Biz Quranda hər şeyin açıqlamasını və bəyanını verdik. Bəs imam barəsində varmı bu ayə ki, desin ki, biz hər şeyi imamda cəm elədik və hər şeyin açıqlamasında imamda verdik? Bəli. Niyə? Çünki zaten başda nə dedik biz? Quran nədirsə, Əhl-i-Beyt də odur, əziz qardaşlar. Əhl-i-Beyt haqqında Allah Subhanahu va Taala Yasin surəsinin 12-ci ayəsində buyurur: "Və kullə şeyin əhsaynahu fi imamin mubin." Biz hər bir şey, yəni sənin ağlına gələn və yaxud da gələ bilməyən hər bir şey bir imamda cəm elədik. Açıq aydın Quranda deyirəm bunu. Yasin surəsinin 12-ci ayəsində. Yəni Quran nədir? Hər şeyin bəyanı, hər şeyin açıqlaması o kitabda var. Eyni şəkildə imam və Əhl-i-Beyt də odur. Ona görə də bu iki şey bir-birindən nə fərqlənməyəcək, Peyğəmbərin dediyi kimi, nə də bir-birindən ayrılmayacaq. Ta ki, hovuzda Peyğəmbərə qovşana qədər. Üçüncü müqayisə. Ən doğru yola yönəldən kimdir? Məsələn, Quran ən doğru yola yönəldirmi? İsra surəsinin 9-cu ayəsində Allah Subhanahu va Taala buyurur: "İnna hazal Quran yahdi lillati hiya aqwam." Elə burada yazılır səhifənin hamısında. Həqiqətən bu kitab, bu Quran ən doğru yola yönəldir. Ən düzgün yola yönəldir Quran. Əgər Quran ən düzgün yola yönəldirsə də, ona gərək imamətdə Əhl-i-Beytdən düzgün yola yönəlsin. Bunun ayəsi nədir bəs? Ənbiya surəsinin 73-cü ayəsində Allah Subhanahu va Taala buyurur: "Və cealna əimmətən." Biz imamlar da qərar vermişik ki, imamlar
Yehdune bi əmrinə, bizim əmrimizlə hidayət edərlər. Əgər sıxıntıya düşsələr, misal elə bir sualı versələr ki, o bilməsin, çətinliyə düşsün, Allah zəmin verir, şəhadət verir ki, və avhaynə iləyhim, biz onlara vəhiy eləyərik. Bəzi insanlar elə bilir ki, Peyğəmbərdən sonra vəhiy kəsildi. Xeyr, batildir bu. Peyğəmbərdən sonra da qiyamətə qədər də vəhiy olacaq. Və Allah öz imamlarına vəhiy eləyir. Deməli, müqayisədə nə oldu? Ən doğru yola yönləndirən Qurandır və ən doğru yola yönləndirən də Quran olduğu üçün Əhl-i Beytdən doğru yola yönləndirməli olacaq. İkinci bir ayə bu barədə ki, bəzilər deyir, Peyğəmbər məsum deyil. İsmətləri barəsində. Allah Quranda buyurur ki, İnnəkə lətəhdi ilə sıratil müstaqim. Ey Peyğəmbər, sən, həqiqətən sən ən doğru yola, sıratil müstaqimə yönləndirənsən. Ən doğru yola hidayət edəyənsən. Höyşələ var mı? Davam eləyək mi? Salavat xətm eləyək. Deməli, sonuncu müqayisə Quran hər zaman olacaq. Elə əvvəldən əsas sualımıza cavab. Quran hər zamanlarda olacaq. Qiyamətə qədər Quran baqidir. Bunun ayəsi nədir? Allah Quranda buyurur, İnna nəhnu nəzzəlnə zikrə və inna ləhu ləhafizun. Həqiqətən biz bu Quranı endirdik və onu da biz nədir? Qoruyub saxlayacaq. Bəs Əhl-i Beyt barəsində imam barəsində Allahın ayəsi varmı ki, Allah desin ki, bizim də bir hər zaman üçün bir nümayəndəmiz olacaq. Baqi. Bəli. İsra surəsinin 33-cü ayəsində ümumiyyətlə bu surə, yəni bu ayə 33-cü ayə İmam Mehdi Əcəlallahu Fərəcəhu Şərif haqqındadır. İntiqam haqqında. Ki, böyük intiqam. Bu ayənin məzmunu belədir ki, orada Allah məzlum bir şəxsi haqqınız olmadığı təqdirdə öldürməyin. Bu barədə danışır. Ki, Allah onun bədənini, hər bir insanın bədənini haram eləyib öldürmək üçün. Əgər sənin haqqın yoxsa da sən öldürə bilməzsin heç bir şəxsi. Və Allah gəlir, ayənin davamında bizə lazım olan tikəsi burasıdır. Deyir ki, وَمَنْ قُتِلَ مَذْلُومًا Sizlərdən əgər biri məzlum şəkildə ölsə, fəqad جَعَلْنَا لِوَلِيِّهِ Biz ona bir dənə vəli təyin eləyərik. Ki, hər zaman məzlumun gələr, intiqamını alar. Bu ayədə öz-özünün İmam Mehdi Əleyhisselamın özünü dəlalət edir ki, hər zaman Allahın bir vəlisi var. Hər zaman vəli, ta ki bu məzlumların qanı axdılacaq. Necə ki, bugün Suriyada Ələvi qardaşlarımızın qanı axdılır. Allah onların qanlarını axdıranların və onların arxasında duranlara lənət eləsin, inşallah. Hər zaman onların ahını, onların intiqamını alacaq bir şəxs var. Əhl-i Beyt əleyhissalam tərəfindən. Mən söhbət çox uzatmayım, vaxt dardır. Sonunda bir dənə ayədə deyim imamət barəsində, başqa zaman sonlandıraram, davam eləyərəm söhbətimi. İsra surəsinin 71-ci ayəsini təbərrükən Allah Quranda buyurur, يَوْمَ نَدْعُ كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ O gün hər bir şəxs, hər bir qövm və insanlar öz imamı ilə məhşərə gələcək qiyamət günü. Öz imamı ilə çağırılacaq. Hər bir qövmündə nədir? Biz nə dedik? Yer üzü höccətsiz qalmaz. Hər bir qövmündə imamı var. Xoş olsun o şəxslərin halına ki, qiyamətdə İmam Mehdidən çağırırlar. Allah bizdə o sıraya qaçsın. Və Allah ayənin də davamında deyir, فَمَنْ اُوْتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَاُولَيْكَ يَقْرَعُونَ الْكِتَابَهُ Və o şəxslərin ki, əməl dəftərləri sağ əllərinə veriləcək, onlar nədir? Öz gözəl kitablarını oxuyacaqlar və cənnətə daxil olacaqlar.